Bütün yolun kənarları yoxdur. Yoxdur. Başa şimdi sizdən soruşacağıq, nəyə çəkməyəcəyimiz. O çəkmir. Tüm çırtlamaq istəyən varsa gələ bilər. 2-3 sandalye böyle sembolik olsa çok güzel olur. Bilmirəm nə cavab verim sizə. Sökülməlidir, yol açılmalıdır vətəndaş üçün. Bakı icra hakimiyyətinə yaxınlaşa bilərsiniz. Burada nəysə bu millətin amalında bizə şey var ki, küçə almıyor. Ancaq küçəyə çıxsın. Dəyərli tamaşaçılar, bugünkü yoxlama verilişinin 3-cü buraxılışı səkiləri zəbt eləyən restoranlarla bağlı olacaq. Hazırda biz Targovu kimi tanınan ərazidəyik və burada səkiləri zəbt eləyən ən məşhur restoranlardan biri olan Abrao Dursoya daxil olacaq. Daha sonra digər restoranlara da gedəcəyik. Gedək görək, həmin restoranların icazəsi varmı? Bax, masaları çölə qoymaqda və ərazini bax, bu cür zəbt eləməkdə. Əllərində sənəd varmı? Getdik. Xəyal Süleymanov. Səlahiyyət şəxslərdən kim var? Bizə dəqiqə. Zəhmət olmasa çağırın, gəlsin. Xəyal Süleymanov, xüsusi müxbir, Barometr TV, yoxlama verilişi, ictimai yoxlama verilişi. Siz kimsiz bilmək olar? Mən restoran administratoru. Administrator bəy, özünüzü təqdim edeyim bir dənə, zəhmət olmasa. Nə ilə bağlı çəkiliş edirik? Biz bilmək istəyirdik ki, Abrao Durso restoranının ərazi mahiyyəti olaraq hara qədərdir? Yəni siz bura stol qoya bilərsiniz? İcazəniz var yəni bura stol qoymaq üçün? Qardaş, onu məndən niyə soruşursan? Kim icazə işinə baxır, ondan soruş. Bəs mən də aidiyyəti şəxslərdən birini yönləndirin dedim də. Ya sadəcə sənədiniz var, yoxsa yox? Bax, bura masalar burada qoymaq üçün. Yoxsa bəlkə əraziniz elə ora qədərdir? Biz nə bilək, bilmir yaxı. Səkini zəbt eləmiş, hal-hazırda görünən mənzərə odur. Siz də eyni şəkildə, Sentral Baku da eyni şəkildə görsənir. Hamısına bir-bir daxil olacağıq. Amma birinci məntəqəmiz buradır. Daxil olun. Zəhmət olmasa göstərə biləcəksiniz nəsə? Mən sizə sənəd niyə göstərməliyəm? Dövlət qurumu gəlir, göstərir sənəd. Göstərmişsiniz, bax, burada səkidir. Masanı qoy, zəhmət olmasa. Ver mənə masanı. Masanı qoyuram bura, bura səkidir çünki. Tumu da verməyə tum çırtlayacağım. Ürəyim tum çırtlamaq istəyir. Ver. Tum çırtlamaq istəyən varsa gələ bilər. Bəli. Sizi ən çox nə maraqlandırır? Sənədlərdir. Yaxınlaşıb demişəm də, kamera mane olmayın, tum çırtlamağımı cəmaət görmək istəyir. Bildim, tum çıxamağını görmək istəyir. Buranın rəsmi icazəsi var. Gətirin göstərin. Siz rəsmi qaydada müraciət edirsiniz. Sizin kanal nə kanaldır vəbşi? Mən özüm təqdim eləmişəm. Amma siz onu da eləməmisiniz. Mən də təqdim eləmişəm. Və xahiş edirəm, oturmaq istəyirsə, stollar var. Ay, bura mən rahatdır. Bura mən rahat. Sizə bura rahatdır. İndi burada oturmaqla nə məqsəd görürsünüz ki? Məqsədimiz odur ki, küçədir. Tunçluyum. Bütün yolun kənarları yoxdur. Yoxdur. Ya maşın, ya kafe, nəysə çıxardır. Bakı yaman gündədir. Burada nəysə bu millətin amalında bizə şey var ki, küçə almıyor. Ancaq küçəyə çıxsın. İndi gedirik Sentral Bakuya. Cavab verə bilmir. Niyə? Bəlkə burada elə bir hal baş verib ki, təcili. Nə var? Ərazini zəbt eləmişsiniz işlə. Yəni biz ərazini zərf eləmədik. Səki deyil ora. Nədir ki belə indi? Bir də tumun dadına Sentral Bakuda baxaq görək burada necədir bu tumun dadı. Restoran sahipleri de bunu anlaması lazım ki başkalarının hakkına giriyor. Kimsenin hakkına girmeden güzel, zarif, Bakü'ye yakışır şekilde. Barcelona'da, İtalya'da hep bu böyle. Yani 2-3 sandalye böyle sembolik olsa çok güzel olur. Corner. Cozy Corner. Ha, orada maraqlı yerdir. Görək orada nə deyəcəklər bizə. Hər vaxtınız xeyirli olsun. Barometr TV-dən ictimai yoxlama verilişi
Xəyal Süleymanov, xüsusi müxbir. Biz yoxlama həyata keçiririk vətəndaşların şikayət üzərindən. Misal üçün, bax, qabaqdakı Abrao, Dursodur, digərdir, sizsiz, Səkini zəbt eləmişsiniz. Bax, bura qədər icazəniz varmı, bax, bu stolları qoymaq üçün? Yəqin ki, stolları görürsə icazəmiz vardır. Kimlə icazəmisiz? Rəsmi sənəd görə bilərik. Rəsmi sənədi mən sizə göstərmə məcburiyyətində deyiləm axı. Göstərmə məcburiyyətində deyilsiniz, amma bura Səkidir də, Səki satın alınmır axı. Yox, çox sağ olun. Bir çay, nə edirəm çay? Yox. Çay gətir, yoldan gəl. Yox, yoldan gəlməmiş, elə burada yaşayırıq. Nəhayət olun, gəl. Ha. Yaxındır iş yerimiz, nəhayət olun. Bu restoranda ictimai yoxlama verilişi ilə kəsildi. Burada ancaq oturub tumçurtlayasam küçədə. Çox böyük şəkildə bir yanlışdır. Çünki bu yol yaradılıb ki, səkidən istifadə olunsun və piyadalar keçsin. Səki və yaxud da piyada tipli yolların üstündə heç bir obyekt olmasın. Bu əlbəttə ki, yanlış bir şeydir ki, yəni piyadanın yolunu kəsib öz qazancımı qazanım. Siz kimsiniz? Əzim, olmaz. Bildim, ictimai məkan deyə, bura olmaz nədir? Çəkilişə icazə Administrator gələ bilər, zəhmət olmasa bura. Çəkilişə icazə yoxdur. Bir dəfə Harda çəkiliş icazə yox? burada icazə yoxdur. Bura haradır? Bura obyektə aiddir. Terasıdır. O sənədi görə bilərik, ya terası olduğuna dair. Necə siz bunun fərqində deyilsiniz? Hər üç stol qoyan rəsm olur. Əlbəttə ki, rəsmidir. Görə bilərik sənədinizi. Verərlər. Onda Bakı İcra Hakimiyyətinə yaxınlaşa bilərsiniz. Biz sizdən öyrənmək istəyirik. Buna qarşı bir sualınız varsa İcra Hakimiyyətinə yaxınlaşa bilərsiniz. Rəsm görə bilərik. Bura ərazidir. Ay. Hətta bu da qoyam. Burası belə qoyaq. Hə. Burada deyək ki, icazəmiz var. Bir də Bakı şəhər İcra Hakimiyyətinin adını çəkirlər. Maraqlıdır. Bakı şəhər İcra Hakimiyyəti bu stolların bura düzülməsi üçün hər hansı bir icazə veribmi? Bilmirik, sənəd təqdim edilmir bizə. Əslində çəkiliş eləmə deyirlər, ancaq burada çəkiliş etməməli bir şey yoxdur. Çünki ictimai məkandır və ictimai məkanda da çəkiliş eləmək üçün hər hansı bir icazə tələb olunmur və kütləvi informasiya vasitələrinin məlumat alma və toplama hüququ var. Burası Səkidir. İnsanların hərəkət eləməsi üçün Nizami küçəsidir, belə desək, dillə desək. Yəni, hər kəsin tanıdığı məşhur Nizami küçəsi. Müxtəlif restoranlar, adlı sanlı restoranlardır bunlar hamısı. Bax, bu cür Səkini zəbt eləyiblər və heç kim də sənəd təqdim eləmir ki, bura mənə aiddir. Təqdim eləmirlər, amma çəkiblər. Bunlara kim icazə verib, necə icazə verib, bilinmir. Adi rayonlarda, qəsəbələrdə kiçik bir restoran açan şəxs masanı biraz çölə qoyan kimi aidiyyəti qurumlar tökülüşür ki, sən Səkini zəbt eləmirsən, niyə bəs bura masa qoymusan? Bəs görəsən, aidiyyəti qurumlar bu mənzərəni görmür. Və beləliklə bizim daxil olduğumuz 4 restoran yoxlamamızdan kəsildi. Sökülməlidir, yol açılmalıdır vətəndaş üçün, müəyyənləşdirilməlidir. Əgər imkan varsa, yəni icazə verilməlidir. Yox, vətəndaşa maneçilik edirsə hərəkətinə imkan verilməməlidir.